Şərurlu İsfəndiyar görməmiş adamdır, həbs olunmalıdır. Hafiz Hacıyevdən sərt sözlər. Şərurlu İsfəndiyar görməmiş bir adamdır, sadəcə Ramiz Mehdiyevə arxalanırdı. Ona görə bugün Ramiz Mehdiyevlə işbirliyində olan adamlar bu cür əxlaqsız fikirlər bildirirlər, oğurluq edirlər, çalışırlar ölkədə qarışıqlıq yaratsınlar, milləti hansısa yolla qıcıqlandırsınlar. Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, əgər bu adam oğurluq edibsə, həbs edilməlidir. Oğurluqla, səviyyəsiz açıqlamalarla məşğuldur, dövlətə neçə milyon borcu var, onu qaytarmalıdır. Ramiz Mehdiyevin adamlarına güzəşdirtmək olmaz. Şərurlu İsfəndiyar kimdir ki? Görünür onu öyrədənlər var, qorxma, qorxma deyənlər var. Bu cür insanların azadlıqda qalması yol verilməzdir. Xatırladaq ki, iş adamı İsfəndiyar Axundov bir neçə gün öncə verdiyi müsahibədə etdiyi oğurluqlardan danışmışdı. Onun bu açıqlamaları birmənalı qarşılanmayıb.